Yaraman, ay, Kraliçaya hədiyyə edilən, Avropa qadınlarının saç rəngini dəyişən Qarabağ atı. Zaman. Məşhur İngiltərə kraliçası 2. Elizabetin atlara heyranlığı bütün dünyaya məlumdur. 70 il hakimiyyətdə qalan kraliçanın bu illər ərzində saysız hesabsız atı olsa da, ona yüzlərlə at hədiyyə edilsə də, aralarından cəmi bir at onun xüsusi rəğbətini qazanmış, həyat tərzinə də təsir göstərməyi bacarmışdı. Sadəcə bir at kral ailəsinin saç rəngini dəyişdirəcək qədər əzəmət və xüsusi gözəlliyə malik idi. Zaman. Qarabağ atları bütün dünyada sayılan, seçilən və ən çox bəyənilən at cinslərindən biridir. Bu at cinsinin şöhrəti sərhədlərimizdən kənarda, hətta Britaniya sarayında o qədər yayılmışdı ki, Kraliça Elizabet bu ata sahib olmaq istəyirdi. Kraliça xüsusi olaraq Azərbaycan atlarına dəyər verir və bunu gizlətmirdi. Onun at sevgisini bilən SSR rəhbəri Nikita Xruşov məhz Qarabağ atlarından hədiyyə vermək qərarına gəlir. Bu məqsədlə 1956-cı ildə Zaman adlı Qarabağ atı Kraliça Elizabetə hədiyyə olunur. 26 yaşlı jokey Əli Tağıyev atı Elizabetə təqdim edir. Atın qızılı yalmanı, onun füsunkar rəngi kral ailəsini valeh edir və ailənin bütün qadınları saçlarını atın qızılı yalmanı rənginə boyuyurlar. Hətta 1950-60-cı illərdə bütün Avropa qadınları arasında dəbə çevrilən bu saç rənginin zamandan və kral ailəsindən ilhamlanaraq yayıldığı güman edilir. Beləcə, Zaman qısa zamanda sarayın ən sevilən atına çevrilməyi bacarmışdı. Onun xüsusi gözəlliyi hər kəsi özünə valeh edirdi. Dünyaya səs salan Qarabağ atının əsas xüsusiyyəti dözümlülük və çətin yolları asan aşması idi. Ancaq bununla da bitmir. Füsunkar qaməti və çevikliyi ilə Qarabağ atları hələ də dünyanın ən sayılıb seçilən at cinsləri arasındadır. Zaman Qarabağ atlarını çox sınağa çəkib. Bu at cinsi dəfələrlə yox olmaq təhlükəsi ilə üz-üzə qalsa da, Qarabağ cinsi atlar bu gün də qorunub saxlanılır və adından söz etdirməyə davam edir. Elə Zaman kimi.